Allah'ın salamı olsun hidayete tabi olanlara. Əziz müsəlmanlar, gözəl dostlar. Deməli, Allahımız buyurur ki, Bəqərə surəsində 161-ci ayələrdə kafir olanlara və kafir olaraq ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun. Onlar həmişəlik lənət içərisində qalarlar. Qiyamətdə onların əzabı əskilməz və üzlərinə də baxılmaz. Üzürləri qəbul olunmaz. Kafir odur ki, Qurandan qırağa çıxaraq öz aləmində yaşayan. Yəni, Allahımız Quranda başa saldığına əsasən odur ki, haqqın üstünü örtən. Yəni, bu Qurandan qırağa çıxmaq, haqdan çıxmaqdır. İnsan özünün, yəni din odur ki, həyat tərzidir. Allahın dini dedikdə, Allahımızın Quranda bizə qoyduğu qayda qanunla öz həyat tərzimizi yaşamağımız, yəni Allahın dinini yaşamaq, yəni Allahın qoyduğu qanunla həyat tərzi qurmaq deməkdir. Heç kəsə, məsəl üçün, bu yaxınlarda bir şey olub, bir kişi xeylağı, görsən ki, tam Qurana zid hərəkət edir də, tanıdığım insandır. Çox bir hörmətsizlik edir, bir hörmətli, yəni ki, hörmətsizlik edir. Kişidir deyə elə bilir ki, hər bir şey edə bilər, olan ailəsində elədir. Xeyr. Kiminsə müsəlman olduğuna, müsəlman olaraq qabiliyyətli, hörmətli davranışına əsasən onu qiymətlə tutmaq lazımdır, ona hörmət eləmək lazımdır. Şəxsən mən elələrinə hörmət edirəm. Və heç kəs də elə bilməsin ki, kafir olaraq yaşayanda, yaxud kişi isə harasındansa nəsə ətin kəsiblərsə, özü müsəlman qələmə verib, yəni müsəlman olduğunu beyninə salıb, öz istədiyini edə bilər. Xeyr, kiminsə harasından, hansısa kişinin, oğlanın, harasındansa nə ətini, özünüz bilirsiniz nə edirəm. Kəsəndə nə kişi olmur o insan, nə də ki, müsəlman olmur. Əsas odur ki, kişi olan kişi olsun, qadın olan qadın olsun və əsas qadın kişi, yenə ayələri xatırladım, kafir olmayaq yəni. Kafir olanlara və kafir olaraq ölənlərə istər kişi, istər qadın olsun. Yalnız müsəlmanam deməklə deyil. Müsəlman Qurana əməl edəndir. Kafir olaraq ölən və yaşayanlara Allahın, mələklərin və bütün insanların lənəti olsun deyə buyurur Allahımız və onlar həmişəlik lənət içərisində qalarlar. Qiyamətdə onların əzabı əskilməz, əzabları əbədi olacaq və üzlərinə də baxılmaz. Üzrləri qəbul eləməz qiyamət. Üzrləri qəbul olunmaz qiyamət günü, üzlərinə də baxılmaz. Ona görə də ciddi söhbətdir. Kimsə harasındansa ət kəsiblərsə, özü müsəlman bilib rahat olmasın, bu Qurana sımsıkı sarılsın. Can dildən oxusun ki, hər kəs kişi, qadın, fərqi yox. Kafir olmasın. Kafir olanda dedim nə olacaq? Bəqərə surəsində digər ayələrdə də Allahımız açıq-aşkar buyurur. Sağ olun, hələlik. Amin. Gələn görüşlərdə görüşənə qədər inşallah sağ olun, sağ olun.